İntellekt zad nəyə görə çıxdı? Dünya o qədər çox inkişaf elədi ki, qlobal səviyyədə mənim dediyim məsələ qloballaşdı. Mənasız insanlar işi pozur. Bir dənə statistika deyəcəm. Almaniyada almanlar kefindən işə laqeyd yanaşdığına görə və tez-tez iş dəyişdirdiyinə görə Alman industrisi ildə 162 milyard avro pul uduzur. Nə deməkdir bu? Bizim büdcəmiz 20 milyard deyil heç. Yəni 7-8 dənə Azərbaycan. Yəni adamların səhv hərəkətlərinə görə industrinin gücünə bax ki, uduzmağa baxsın. İndi baxın, bu mənasız hərəkətlər, düşünməz addımlar deyir, maşını da yaxşı eləmişəm, almışam, özüm bilərəm. Okey. 100 min adam bunu alsa, nətər olacaq? Bu sabah sənin uşağından, ailəndən. Mən demirəm, ha, almayın. Kitayda uzun müddətli maşınlar var, perspektivli maşınlar var. Onları incələyib almaq olar.